Əziz abituriyentlər, bugün sizlərə DİM-in qəbul proqramına uyğun genetikadan bir situasiyanın izahını verəcəm. Gəlin, vaxt itirmədən situasiyamıza baxaq. Deyir, ada dovşanlarında tükün rəngi iki cüt allelə görə müəyyən edilir. Onlardan bir cütü rəngin əsas alleli, məsələn D, ikinci cüt pigment isə paylanmasını təmin edən böyük A geni. Bu qeyri-allel genlər qarşılıqlı təsirdən asılı olaraq ada dovşanları üç rəngdə ola bilər: boz, qara və ağ. Burada mən sizə qısa bir izah verə bilərəm ki, biz bilirik ki, tükün rənginin olması, məsələn, buraya yazıram qara rəng, tükün pigmenti olması. Məsələn, yazıram qara rəng. Qara rəngin olması böyük D genidir. Mən bunu görə bilərəm böyük D və yaxud da böyük D kiçik D vəziyyətində. Bir də görə bilərəm ağ rəng. Ağ rəngi isə kiçik D. Heterozigot, daha doğrusu resesiv əlamətdir. Olacaq bu kiçik D. Biri var rəngi paylayan, rəng paylayan. Bir də rəng paylamayan. Rəng paylamayan. İndi rəngi paylayan gen resesivdir. Yəni kiçik adır. Mən bunu görə bilərəm kiçiyə yalnız. Rəngi paylamayan gen isə böyük adır. Yəni dominantdır. Mən bunu görə bilərəm böyüyə və böyüyə kiçiyə vəziyyətində. İndi əgər böyük D ilə böyük A yan-yana gələrsə, belə dovşanlar pigment var, lakin paylanmır deyə boz rəngi olur. Yox, böyük D ilə kiçik alar yan-yana gəlirsə, artıq pigment var və paylanıb qara dovşanlardır. Yox, pigment yoxdur. Yəni kiçik D'dir. Kiçiyə vəziyyətindədir. Bu ağ dovşandır. Rəng paylansa da, paylanmasa da pigment yoxdur. Belə dovşan necə olacaq? Yenə ağ rəngdə olmuş olacaqdır. Bu bizim epistatik təsir adlanır. Bir genin digər genin təsirini artırıb azaltması. Epistatik təsirdir. Və bu hissəni əgər başa düşdünüzsə, bildinizsə, situasiyanı həll edə biləcəyik. Gəlin baxaq. Deyir, təcrübə aparılan dovşanların genotipi rəngi. Deməli, 2 dənə dovşanımız var. İkisi də boz rənglidir. Deyir ki, birinci dovşan rəngin əsas allelinə görə homozigotdur. Rəngin əsas allelinə görə homozigotdur. Boz rəngdir. Boz rəng olması üçün mən dedim ki, bu vəziyyət olmalıdır və bu vəziyyət isə homozigotdursa, böyük də kiçik də ola bilməz. Deməli, mənim birinci götürdüyüm dovşanım böyükdür. Digər isə pigmentin paylanmasına görə heterozigotdur. Heterozigotdur o deməkdir ki, yəni böyük A kiçik A vəziyyətindədir birinci dovşanım. İkinci dovşan da boz rəngdir, amma diheterozigotdur. O zaman böyük D kiçik D, böyük A kiçik A vəziyyətindədir. Deyir, cərrahiyyə yolu ilə 1 nömrəli ada dovşanlarının toxumluqları 2 nömrəli ada dovşanlarının toxumları isə 1 nömrəliyə keçirilir. Yəni nəticədə mənim bir bildiyim artıq olur 2, 2 bildiyim olur 1. Bunu buradan işarətləyirəm ki, yadımdan çıxmasın. İndi deyir ki, əməliyyatdan sonra deyir 2 nömrəli erkək ada dovşanlarını, yəni artıq 2 dedi, yenə bu dovşandır. Yəni bax bunu götürəcəm, bu yazdığımı. Dovşanlarını erkək ada dovşanının ağ heterozigot dişi dovşanları ilə çarpazlaşdırılır. Deməli, 2-ni deyir, amma 2 mənim üçün artıq necə deyərlər, birinci dovşandır. Yəni böyükdür, böyüyə. Çünki dovşanın özünün rəngi, yenə deyirəm, bozdur. Toxumluğu birinci dovşanın toxumluğu ilə dəyişdiyinə görə artıq mənim ikinci dediyi birinci dovşandır. Yəni böyükdür, böyük A, kiçik A. Dovşanım budur. Deyir, həmin bu dovşanı çarpazlaşdırırlar nə ilə? Ağ heterozigot dişi dovşanla ağ olsun, heterozigot olsun. Ağ olması üçün mütləq şəkildə pigment olmamalıdır, yəni kiçikdir. Heterozigot ancaq
böyüyə kiçik A hissəsi ola bilər. Bununla çarpazlaşdırır. Hər üç dovşanın normal çoxalma qabiliyyətinə malikdir və mutasiya baş verməmişdir. Lap yaxşı. Deyir, əməliyyatdan sonra bir nömrəli dovşanın hansı genotipə malik spermatozoidlər əmələ gətirə bilər? Bunu saxlayıram bu hissədə. Məndən soruşduğu bir nömrəli, yəni artıq bir nömrəli hansıdır? 2 olandır. Çünki mən yerini dəyişmişəm. Məndən o bir nömrəli, amma halbuki hal-hazırda 2 nömrəli olanı istəyir. Bu zaman, yəni böyük D, kiçik D, böyük A, kiçik A. Bu mənə hansı sort qametləri verə bilər? Bir böyük D-nin böyük A ilə, bir dəfə böyük D-nin kiçik A ilə, bir dəfə kiçik D-nin böyük A ilə, bir dəfə də kiçik D-nin kiçik A ilə bu qametləri verə bilər. Yəni spermatozoidlər. Yazdıq. Sonra deyir, çarpazlaşma nəticəsində alınan nəslin mümkün olan genotiplərinin müəyyən edib Pernet cədvəl şəklində yazın. Lap yaxşı. Birincisi, bu bizə hansı qametlər verər? Bu bizə hansı qametlər verər? Pernet cədvəlimizi burada qursaq. Biraz bu hissəni yenə yaxınlaşdırıram. Buradan belə ortadan bölsək. Bura məsələn olsun dişinin, bura olsun erkəyin qametlərinin olduğu hissə. Bizim erkəyimiz nədir? Böyük D, böyük D, böyüyə kiçik A. Bu bizə hansı sort qameti verə bilər? Təbii ki, bizə verəcəyi böyük D-nin böyük A ilə, bir də böyük D-nin kiçik A ilə olan qametini. Sonra dişimiz bizə hansı qameti verə bilər? Kiçik D böyük A ilə, kiçik D kiçik A ilə. Bu ilə bunun çarpazlaşmasından böyük D, kiçik D, böyük A, böyük A alına bilər. Buradan isə böyük D, kiçik D, böyük A, kiçik A. Bununla bunun çarpazlaşmasından böyük D, kiçik D, böyük A, kiçik A. Bununla bu çarpazlaşanda böyük D, kiçik D, kiçik A almış olaram. Mənə deyir ki, çarpazlaşma nəticəsində alınan nəslin mümkün olan genotiplərini müəyyən edin və yazın. Buradan alınan dovşanları mən müəyyən etməliyəm. Məsələn, böyük A və böyük D yan-yana gəlib burada da, burada da, burada da. Deməli, bu üçü, yəni 75% boz rənglidir. Burada böyük D ilə böyük A, kiçik A yan-yana gəlib. Bu bir nəfərdir, yəni bir ədəd dovşandır. Bu isə qara dovşandır. Və Pernet cədvəlimizi də qeyd etdik. Keçək üçüncüyə. Deyir, çarpazlaşma nəticəsində alınan nəsildə hər bir fenotipin ən çox ehtimal olunan faizini müəyyən edib yazın. Yəni bizdən elə üçüncüyü mən burada yazdım. Bu isə ikincinin cavabı idi. Genotipləri istəyirdi. Genotiplər də bu şəkildədir. 2 ədəd böyük D, kiçik D. Yəni onu kənardan yazım. Deməli, bir ədəd, bir dənə. Fərqli bir rəng olsun. Bir ədəd böyük D, kiçik D, böyük A, böyük A. 2 ədəd böyük D, kiçik D, böyük A, kiçik A. Yəni bunlar, bu ikisi. Bir ədəd də böyük D, kiçik D, kiçik A əldə etmiş olarıq. Bu da bizim situasiyamız.